Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Və müəllif buyurur ki, Şərh-ü Sünnə Bərbəhərinin şərhində Bərbəhəri buyurur ki, qalil müəllif vəl-imanu bi-ennəl iman qavlun və əməl. Yəni, imanın söz və əməl olmasına iman gətirmək. Yəni, iman nə olan bir şeydir? İman. Adam var, iman deyir, artır, azalır. İman nədir? İmanın tərifi söz və əməl. Yəni, sözlə, dillə tələffüz eləyib, əməllərlə yerinə yetirmək. Və niyyə və həmçinin niyyət və əsabə və isabə. İsabə də nədirsə, yəni sünnəyə tabəçilik. Yəni, burada təriflər çoxdur. İmanın tərifləri, bir neçə tərifi var. İman, biz bilirik ki, dillə söyləməkdir, qəlblə etiqad eləməkdir və əməllərlə də yerinə yetirməkdir. Və bəzi alimlər də nədir? Sünnəni də əlavə eləyiblər imanın tərifindəki. Yəni, sünnə də imandandır. Və deyir ki, və sünnə yezidu və yanqus. Yəni, iman artır və azalır. Yezidu məşəallah. Yəni, Allahın istədiyi qədər arta bilir iman. Yəni, həddi hüdudu yoxdur. İman artır, müəyyən bir dayanan bir yeri yoxdur. Allahın istədiyi qədər artır. Və yanqus. Və həmçinin iman azalır. Həttə lə yəbqa minhu şey. Və hətta o səviyyəyə gələ bilər ki, imandan bir şey qalmaz. Yəni, azala gedir və iman yoxdur. Heç nə qalmadı imandan. Və bu imanın tərifi haqqında şərhdə Şeyx Fovzan Həfizallah buyurur ki, iman lüğətdə nə deməkdir? Hər bir şeyin bilirik ki, yəni təriflərdə lüğəvi məna var, bir də var istilahi məna. Namaz sözü, saləhdir, düzdür? Salət nə deməkdir lüğətdə? Saləh. Dua deməkdir. Amma istilahda nədir? Şəri istilahda, yəni təkbirlə başlayıb, təslimlə bitən bildiyimiz bu ibadət növüdür. Və lüğətdə təsdiq deməkdir. Yəni qəti şəkildə təsdiq eləmək. Təsdiq deməkdir. İman sözü. Və şəksiz, şübhəsiz. Yəni bir kəs sənə xəbər verdi, sən onu təsdiq eləyirsən. Buna iman deyirlər lüğətdə. Necə ki, Quran-ı Kərimdə misallar var. Və mə əntə bimu'minin lənə. Sən bizə inanan deyilsən. Yəni, iman kəlməsi gəlir. Bimu'minin. Sən bizə iman gətirən deyilsən, şəri mənada deyil. Orada lüğəvi mənada da, yəni ki, sən bizə inanan deyilsən. Və həmçinin fəəmənə ləhu Lut. Lut ona inandı. İman etdi şəri cəhətdən də, amma burada nədir? İnandı yəni. Təsdiq etdi onu. Və şəriətdə nədir? İman. Şəriətdə deyir ki, etiqad deməkdir. Yəni, qəlbi etiqad eləmək və dillə söyləmək, əməllərlə də, zahiri əməllərlə də yerinə yetirməkdir. Bəzi alimlər deyir ki, qovl vəl əməl. Dil, söz və əməl. Söz deyildikdə qəlbin sözü də var. Qəlbin sözü və dilin sözü. Qəlbin sözü nədir? Yəni, təsdiq eləyirsən qəlbən. Və həmçinin qəlbi əməllər var. Misal olaraq, ümid, Allaha ümid etmək, Allahdan qorxmaq, təvəkkül. Bunlar qəlbin əməlləridir. Və qəlbin təsdiqi və həmçinin nədir? Söz, qovl, dillə söylənən sözdür və əməl cəvarihdə, yəni zahiri əməllərdir. Yəni, iman budur. İman, insanın qəlbi ilə təsdiqləməsidir və dili ilə onu söyləməsidir, əməlləri ilə də yerinə yetirilməsidir. Bax, budur iman. Və buyurur ki, yezidu bittə. İman itaət etməklə artır. İnsan nə qədər çox Allaha itaət eləyəcəksə, imanı o qədər artacaq. Yəni, imanının artmasını istəyirsənsə, itaəti artır. İtaətin həm kəmiyyətini, həm keyfiyyətini. Kəmiyyətini necə? Misal olaraq adam vitri 3 rükət qılır. 3 eləmə, 5 elə, artır. Əməli artır. Keyfiyyətini də artır. Gözəlləşdir. Qiyamını uzat. Və bu cəhətdən artıra getsən, əməlləri iman da artacaq. Yox, asilikləri artırsan, günahları artırsan, o zaman nədir? İman da azala gedəcək. Çünki iman bir şey deyil. İman nədir? İman şöbələrdən ibarətdir. Şöbələrdən ibarətdir. Necə ki, bu haqda Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurub. İman deyir, bid'un və səb'unə şübətən deyir. Yəni, 70 şöbədən ibarətdir deyir. A'ləhə la ilahe illallah. Ən üstün dərəcəsi imanın nədir? La ilahe illallah. Ən aşağısı da nədir? Yoldan bir maniyəni aradan qaldırmaq və həya da imandandır. İmandan bir şöbədir. Fikir verin bu hədisdə də imanın sözlə, əməllə
və qəlbən olmağına bir dəlil var. La ilahe illallah nədir? İnsanın sözlə deməsidir. Ən üstün dərəcə la ilahe illallah. Sonra nədir? Əməl, zahiri əməldir. Yoldan bir müaniyəni aradan qaldırdı. Bu da imandır. Əməl də imandır. Düzdür? Və sonra həya da deyir imandandır. Həya da nədir? Qəlbdədir. İnsanın qəlbində olur həya. Yəni söz, əməl və qəlbə dəlil var belə bir hədisdə. Və iman şöbələrdən ibarətdir. Və həmçinin Quran-ı Kərimdə əməllərin də imandan olmasına dəlil var. Hansı ayətdir o? Allah Subhanahu taala buyurur ki: "Və ma kana Allahu liyudi'a imanakum." Allah sizin imanlarınızı zayi etməz, puç etməz. İman deyildikdə burada nədir? Namaz. Çünki o vaxtı namaz bilir ki, Beytül Məqdisə tərəf idi qiblə və qiblə dəyişildikdə sahabelər narahat olur. Bəziləri əvvəl qıldıqları namazın, yəni bəli, müəyyən səbəblərə görə onlar narahat olurlar ki, əvvəl qıldığımız namazlar necə bəs? İndi qiblə dəyişildi və Allah Taala bu ayəti nazil edir. Allah sizin imanınızı puç etməz. Deməli bu ayətdən də dəlil nədir? Zahiri əməllər imandandır. Və dedik ki, iman itaətlə artır, asiliklə azalır. Və bəziləri deyirlər iman artıb azalmır. Belə deyən firqələr var, bidət zəlalət əhli var ki, iman artmır, azalmır və həmçinin imanın bir müəyyəni getsə, yəni imandan bir cüz getsə hamısı gedir. Necə ki, xavariclər bunu deyir. Yəni iman getsə hamısı getdi. Ya var ya yoxdur. Amma əhl-i-sünnə nə deyir? İman şöbələrdən ibarətdir. Bəli, elə imanın şöbəsi var ki, o getsə hamısı gedər. Misal olaraq adam la ilahe illallah Muhammed Rasulullah kəlməsini tərk elədi. Nədir? İman hamısı getdi. Amma elə şeylər də var ki, imandan, elə şöbələri də var ki, onların getməsi ilə iman külliyən hamısı getmir. Yəni müəyyən imandan getməyi ilə zəifləyir iman. İtaətlə isə artır. Və deyir ki, فَمَنْ آمَنَ بِقَلْبِهِ وَلَمْ يُؤْمِنْ بِلِسَانِهِ لَمْ يَكُنْ مُؤْمِنًا. Kim qəlbi ilə iman etsə, amma dili ilə bunu tələffüz etməsə, o ona fayda verməz. Bu mömin sayılmır. Yəni dillə mütləq iqrar etmək lazımdır. Və Allah Subhanahu wa Taala kafirlər haqqında buyurur ki: "Qad na'lamu ennehu la yahzunukallazi yaqulun." Biz bilirik ki, onların söylədikləri səni kədərləndirir. Fa innahum la yukezzibunak. Onlar səni yalanlamır, yalançı saymırlar səni. Səni yalanlamırlar yəni. Velakinnez-zalimin bi ayatillahi yechhatun. Lakin zalimlar Allahın ayətlərini inadla inkar edirlər. Fikir ver ayətə, deyir səni yalancı saymırlar, bilirlər yəni haqqı deyirsən. Muhammed sallallahu aleyhi ve sellemin haqq Rasul olduğunu və haqqı dediyini bilirlər. Amma deyir onların sözləri sənə əziyyət verir. Biz bunu bilirik. Nə zülmcə, yəni zalimcasına, inatkarcasına, nədir? Bilirlər amma inkar edirlər, etiraf etmirlər. Ona görə tək bilmək, qəlblə onu etiqad eləmək kifayət deyil, ta ki sən onu dillə iqrar etməyincə. Digər ayədə Allah Taala buyurur ki: "Qala laqad alimta ma anzala haula'i illa rabbus semawati vel ard." Firon haqqında Allah Taala buyurur ki, Musa'nın aleyhissalamın dili ilə ki, sən artıq bunları bildin. Laqad alimta, yəni artıq bildin ki, bunları göylərin və yerin Rəbbi nazil etmişdir. Yəni göylərin və yerin Rəbbi tərəfindən nazil edilmişdir. Artıq sən bunu bildin. Yəni Firon da bilirdi. Laqad alimta gəlir. Və buna baxmayaraq nədir? Fayda vermədi. Nə olsun bilirdi? İqrar etməyincə, dillə söyləməyincə fayda vermir. Başqa ayət var. Allah Taala buyurur ki: "Vecahadu biha vastayqanatha anfusuhum zulman və uluwa." Buna yəqinlik ilə deyir inandıkları halda, yəqinliklə inanırlar haqqa. Deyir yəqinliklə inandıkları halda təkəbbürcəsinə onu inkar etdilər. Təkəbbürcəsinə inkar etdilər. Yəni yəqinliklə inanırlar, bilirlər ki odur. Amma inkar edirlər, bilə-bilə inkar edirlər, söyləmirlər onu dillər. Ona görə iman qəlblə bilməklə kifayət deyil. Nədir? Dillə onu iqrar etməlisən. Və başqa ayətdə Allah Taala buyurur ki: "Yaquluna bi alsinatihim ma laysa fi qulubihim." Onlar dilləri ilə söyləyirlər. Nəyi söyləyirlər? Qəlblərində olmayanı dilləri ilə söyləyirlər. Bu da nəyin əksidir? İnsanın deyib
amma etiqad etməməsidir. Münafiqlərin əməli. Münafiqlər dilləri ilə söyləyirlər ki, iman gətirdiklərini deyirdilər, amma nədir? Qəlblərində bunu təsdiqləmirdilər. Deməli, qəlblə təsdiqləməlisən və dillə də söyləməlisən. Bunlar bərabər olmalıdır. Biri olmazsa olmaz. Vəl-imanu bil-qalb, vəl-qavl bil-lisan. La yekfiyani eydan. Həmçinin dillə söyləyib. Etiqad eləməyin də təkcə bunlar kifayət deyil. Nə olmalıdır? Əməl olmalıdır. Əməl eləməlisən. Necə ki, bunu yəni əməl olmazsa deyirlər, olar. Əməl olmazsa da problem yoxdur deyəndə bunlar kimlər? Murciyalar. Murciyalar ki, əməl problem yoxdur. Əməli imandan saymırlar və insan dili ilə söylədi və ya bildi. Mücərrəd ma'rifə deyirlər. Yəni bildin və salam, Allahı tanıdın, Allahı bildin ki, Allah var. Belə deyənlər də var. Yəni kifayət eləyir, möminsən. Amma nədir? Əməl olmalıdır mütləq. La budde minel amel cəvar. Yəni zahiri əməllər olmalıdır. Kim deyir, qəlbi ilə etiqad eləyirsə, dili ilə bunu söyləyirsə, lakin əməlləri yerinə yetirmir, heç bir əməli eləmir, əməlləri tərk eləyib, bu insan nədir? Mömin deyil. Bu insan müsəlman deyil. Nədir? Mütləq əməl olmalıdır və əməli imandan ayırmaq olmaz. Çünki əməl də imandır, imandandır. Və əməli imandan ayıranlar da nədir? Murciyalardır. Yəni, sən bildin və salam, yetər. Və burada şeyx buyurur ki, bəziləri bu imanın tərifinə sünnəni artırıblar. Necə ki, müəllif gətirdi ha. Deyir, sünnəni də artırıblar. Dördüncü məsələ olaraq sünnə. Yəni, sünnəyə tabəçilik də, sünnəyi qəbul etmək, sünnəyə əməl etmək də imandandır. Və imanın artması barəsində Qurandan dəlillər var. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, وَيَزِيدُ اللّٰهُ الَّذ۪ينَ اهْتَدَوْ هُدَى Allah doğru yolda olanların, hidayətdə olanların hidayətini artırdı. Hidayətini artırar. Və həmçinin başqa ayətdə Allah Teala buyurur ki, onlara Allahın ayətləri oxunduğu zaman onların imanlarını artırar. Yəni bu açıq-aşkar ayətlərdir ki, imanın artmasına. Və bəzi bidət firqələri nə deyir? İman artmır. İman necə artır? İman inanmaqdır, təsdiqdir, artıb azalmır. Belə deyən firqələrə bu ayətlər nədir? Cavabdır. Və Allah onların imanlarını artırdı. İman gətirənlərin imanlarını artırdı. Açıq-aşkar ayətlərdir. Hədə sarihənəl iman yezidu ittaət. Bu da açıq-aşkardır ki, iman itaətlə artır və asiliklə azalır. Çünki bir şey artırsa, o azalır da. Yəni, sən bir gün dəlil axtarsan Quran-ı Kərimdən imanın azalmasına mənə ayət gətir dəlil, necə ki, artmasına gətirdik. Quran-ı Kərimdə ona dəlil yoxdur. Belədir, bəli. Amma nə deyirlər alimlər? Yəni, bu həm insanın özünün bunu hiss eləyir, imanın azalmasını, zəiflənməsini. Və həmçinin də əgər iman artırsa, deməli azalır da. Artan bir şey də azala da bilir. Buradan alimlər deyir ki, yəni, artan bir şey də azala da bilir. Və eydən cəə fil hədis. Və həmçinin hədisdə dəlil var, dəlil məqamı var ki, imanın azalmasına. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnəl-ləzi lə yunkirul munkara bi qalbihi. Kim deyir, yəni, hədisi bilirsiniz, yəni bir münkər görəndə, bir pislik görəndə, bacarırsınız onu əlinizlə, bacarmırsınız da dilinizlə və bacarmırsınız da nədir? Qəlbinizlə onu inkar eləyin. Və qəlbi ilə belə inkar etməyən haqqında Allah Resulü sallallahu aleyhi ve sellem nə deyir? Leysə vəra'ə zəlikə minəl imanə həbbət xardal. Bundan da aşağı xərdəl qədər belə iman yoxdur. Yəni artıq qəlbinlə də inkar eləmirsənsə, artıq imanın ən az yəni dərəcəsini göstərir Allah Resulü sallallahu aleyhi ve sellem. Və bu da dəlildir ki, iman azalır. Və həmçinin bir hədisdə də Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, oddan o insanlar çıxarılacaq, hansılar ki, qəlblərində ən az miskalə həbbə, bir zərrə qədər, yəni miskalə zərrə, xardal dənəsi qədər, zərrə qədər imanı olanlar cənnətdən çıxarılacaqlar, cəhənnəmdən çıxarılacaqlar. Deməli, zəifləyib o vəziyyətə gəlib. Deməli, imanın zəifləməyinə də sünnədən dəlillər var. Və həmçinin Şeyx Ozan buradan ayətdən bir növ istinbat eləyir, başqa bir ayət var, deyir, hum lil kufri yevmə idin əqrabu minhum lil iman. Onlar bugün küfrə imandan daha yaxındılar. Yəni, insanlar
İman əhlidir, düzdür. Amma imanları o səviyyəyə çatıb ki, artıq küfrə daha yaxındır deyir. İmandansa daha küfrə yaxındır. Küfrə doğru gedir. Deməli, zəifləyib o dərəcəyə gəlib ki, artıq küfrə yaxındır. Şeyx buyurur ki, iman zəiflədiyi zaman küfrə yaxınlaşır. Bu da dəlildir ki, iman azalır. Hətta inne sahibəhu yakunu aqrab ilal kufr. Və hətta deyir, o iman sahibi küfrə daha yaxın ola bilər. Deyir, Allaha sığınırıq bundan. Və həmçinin Bərbəhərinin, İmam Əl-Bərbəhərin sözü ki, iman o dərəcədə zəifləyər ki, hətta ondan heç bir şey qalmaz. Heç bir şey qalmaz. Amma imandan müəyyən qədər qalıbsa, hətta balaca bir zərrə qədər də olsa, qiyamət günü sahibinə fayda verəcək, onun cəhənnəmdən çıxmasına səbəb olacaq. Buna görə insan imanı haqqında düşünməlidir. Çünki iman belə bir şeydir ki, əgər imanla məşğul olmasan, belə buraxsan özünü, heç bir şey etməsən, azala-azala gedəcək. Yəni, insan özünü toparlamalıdır. Çünki Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, qəlbimizdəki iman köhnəlir, paltarın köhnəldiyi kimi. Qəlbdəki iman köhnəlir, paltarın köhnəldiyi kimi. Odur ki, deyir, Allahdan onun təzələnməsini istəyin. Yəni, insan paltarı köhnələndə, o paltarla yazmır ki, köhnə paltar çalışır, təzələsin. İnsan zahirinə necə dəyər verirsə, ondan daha ciddi şəkildə insan imanına dəyər verməlidir, imanı ilə məşğul olmalıdır.